Bölgə TV-yə daxil olan məlumata görə, Salyan rayonu Çadırla kənd ümumi orta ümumi təhsil məktəbinin gənc və fəal direktoru Əliyeva Arzu Çingiz qızı təhsilə verdiyi töhfələr və şagirdlərə göstərdiyi davamlı diqqət ilə seçilir. O, həm pedaqoji fəaliyyəti, həm də xeyirxah təşəbbüsləri ilə bölgədə nümunəvi təhsil rəhbəri kimi tanınır və cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Əliyeva Arzu Çingiz qızı müasir təhsil mühitində öz savadı, prinsipial mövqeyi və yüksək insani keyfiyyətləri ilə seçilən bir müəllimədir. O, ali təhsilini Bakı Avrasiya Universitetinin Filologiya fakültəsində alaraq dilə, sözə və mədəni dəyərlərə dərin bağlılığını formalaşdırmışdır. Bu biliklər onun pedaqoji və idarəetmə fəaliyyətinin möhkəm təməlini təşkil edir. Arzu Əliyeva inkişafı həyat prinsipi seçərək hazırda Azərbaycan İqtisad Universitetində dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsilini davam etdirir. O, nəzəri biliklərlə praktiki təcrübəni vəhdətdə görən, daim öyrənən və yenilənən bir rəhbər obrazıdır. Salyan rayonu Çadırlı kənd ümumi orta ümumi təhsil məktəbinin direktoru kimi Arzu Əliyeva təhsilə təkcə peşə borcu deyil, mənəvi missiya kimi yanaşır. Onun üçün məktəb sadəcə dərs keçilən məkan deyil, hər bir şagirdin taleyinin formalaşdığı müqəddəs bir ocaqdır. Bütün şagirdlərə göstərdiyi diqqət və qayğı, onların inkişafına verdiyi dəstək bunu aydın şəkildə sübut edir. Xüsusilə təhsildən kənar qalan Eşqin Əliyevdə mütəmadi maraqlanması Arzu Əliyevanın yüksək vətəndaş məsuliyyətinin və xeyirxah insan olmasının bariz nümunəsidir. O, heç bir şagirdi diqqətdən kənarda qoymayan, hər birinə ümid və inam aşılayan əsil pedaqoqdur. Arzu Əliyeva həm bilikli rəhbər, həm də böyük qəlbə sahib bir insandır. Onun xeyirxah əməlləri, ədalətli mövqeyi və səmimi münasibəti ətrafındakı hər kəsin hörmətini qazanır və cəmiyyət üçün dəyərli bir nümunə yaradır.